Azərbaycanın kollən 1200 dana qalası var idi ki, bu qaladan 50 danası Təbrizdə idi. Ki, bu 50 danadan bilhassa 4 danası bu gözəl və əsalətli məhəllə, yəni Sərəndabda idi. Bu qalaların da işi Təbrizi qorumaq imiş. Təbrizin qəbristanlıqları iki neçə danası adlı idi. Biri Məğbətə şüarı idi ki, böyük şairlər orada qoyulanmışlar ki, Sırxab qəbristanı idi. Biri Məqbərətül Orəfə idi ki, Gəcil qapısı və Gəcil qəbristanı hesab olurdu. Rivayətlərdə var idi ki, Şəms Təbrizi də orada qoyulanmışdı. Sərəndab məhəlləsində də bir dənə qəbristanlıq var idi ki, Məqbərətül Vüzərə adlanmışdı və böyük vəzirlər burada dəfn olublar. Az cümlə Şəmsəddin Cüveynidir ki, vəzir layiq padşahan İlxanı hesab olurdu. Ondan sonra Əbdülmalik Cüveyni idi ki, həm hakimi Bəğdad idi, həm də bir dənə böyük müvərrixi tarixi idi. Bu böyük qəbristan 1313-də təxrib olundu və təxrib olandan sonra Məşrutfazıl şərxanası vuruldu. Çünki məntəqənin cəmaətin əqaidi ilə düz demirdi və fazla bir əziyyət edirdi. Cəmaət neçə yerə şikayət elədilər və neçə illərdən sonra bu Məşrutfazıl şərxanası yığışıldı və neçə dənə xeyriyyə ilə ki, əsl adamların biri Hacı Vaiz idi, onların təriqi ilə Əmirəqız mədrəsəsi bina olundu. Bu gözəl məhəllədə bir də İmamzadə var xanım adında ki, mənsubdur Həlimə xatun İmam Rızanın bacısına ki, 2 dana kənizi ilə burada qurlanıbdır və çoxlu da bu İmamzadəyə nəzir deyərlər. Burada çoxlu məruf insanlar yaşayarmış ki, müasirlərdən Eliya Büllüx, Səməd Mehrangi və 4 kör mübəyyənə işarə eləyək. Bu məhəllənin bir dana da küçəsi vardı, adı Üsküllərdir. Nə əcəb Üsküllər. Qədim zaman mühacirət Təbrizə az olurdu və hər məntəqədən ki, o nəfərlər gələrdilər, o məhəlləni, o küçəni olan adına qoyardılar. Buranın məhdudəsi o qədər böyükmüş ki, ərş küçəsinəcən çəkilmiş imiş. Orada da bir dənə ailə yaşayardı ki, pişikçilər adlanmışdılar. İşləri də tavus saxlamaq və tən şeir demək imiş. Məruf şeirlərindən biri də Cüzar-ı məğbərə dar afəridən ki, ta cübran konək gəndəlləzənlə. Hala hazırda da bu şeir Təbrizin bazar cəmaatının dilində dolanır. Neçə aylardır ki, bizim timimizin səyi bu olubdur ki, Təbrizin gözəl və əsalətli məhəllələrin düz tarixi ilə siz əziz dostlarımıza tanıtdırsın. öz gözəl məhəllələrinin tarixini bilmək üçün bizim təbliği postlarımıza müraciət edin. Və əgər ehsas edirsiniz bir dənə məhəllə yaddan çıxıbdır, kommentlərdə lütfən bizə yazın.